Sameqrol Yuxarı Svaneti Polis Departamentinin əməkdaşları quldurluq ittihamı ilə 2001-ci il təvəllüdlü BQ-nı saxlayıblar. İstintaqa görə o yanvarın 5-də Zuqdididə supermarket əməkdaşını silahla hədələyərək pul tələb edib. Lakin sonra hadisə yerindən qaçıb. Şübhəli şəxs qısa müddətdə saxlanılıbdır. Silah maddi sübut kimi götürülübdür. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 176-cı maddəsi ilə araşdırma aparılır. Miqrasiya Departamenti son günlər Türkmənistan, İran, Kuba, Türkiyə, Tayland və Azərbaycan vətəndaşları daxil olmaqla 13 nəfəri Gürcüstandan deportasiya edib. Bildirilir ki, ötən il ərzində deportasiya olunanların sayı 1311 nəfər olubdur. Deportasiya edilən şəxslərə ölkəyə giriş qadağası tətbiq edilib.